Bismillahirrahmanirrahim. Dərsi pəncüm. 5-ci dərs. Dərsi pəncüm. Zamanı səfəri be İran. B ilə birgə şəkilçisidir. İrana səfər zamanı kimi tərcümə edirik. İrana səfər zamanı. K sual ədatıdır. K sual ədatıdır. K sual ədatıdır. K haçan, nə zaman kimi tərcümə edirik ki, sual ədatını. Mətnə başlayırıq. Salam, selamun aleyküm. Xubi, yaxşısan? Elhamdülillah, xubəm. Allah həmd olsun, yaxşıyam. Şema çətori? Siz necəsiz? Məmnun, xubəm. İsm şoma çiye? Məmnun, xubəm, məmnun, yaxşıyam. İsm şoma çiye? Sizin adınız nədir? Məmnunam, yaxşıyam. Sizin adınız nədir? Üzrünə cavab verilir. İsmi mən Əkrəmi. İsmi mən Əkrəm. Mənim adım Əkrəmdir. Çox təəccüblü də olsa qız adı bunlarda Əkrəm qız adı kimi də istifadə olunur. İsmi şoma çiye? Sizin adınız nədir? İsmi mən Məhini. Mənim adım Məhindir. Şoma çekareyi? Siz nə iş sahibisiz? Mən pərəstaram. Mən tibbatçıyam. Pərəstar oğlan üçün işlənərsə əgər medbrat kimi biz deyirik, medbrat, medik deyirik. Amma qadın üçün işlənsə tibbatçı kimi tərcümə edəcəyik. Şoma çekareyi? Siz nə iş sahibisiz? Mən pezeşkəm. Mən həkiməm. İsmi keşvər şoma çiye? Sizin ölkənizin adı nədir? İsmi keşvər şoma çiye? Sizin ölkənizin adı nədir? Tacikistan. İsmi keşvər şoma çiye? Sizin ölkənizin adı nədir? Lübnan. Keçdik bura həminki K sualına. K be İran amedid. K be İran amedid. K haçan be İran. İrana A, Ə, Ya, Yə kimi tərcümə edirik bu B-ni. K be İran amedid. Haçan İrana gəldiniz? Domah qəbl. Du həftə qəbli, dumah deyirəm. Du həftə qəbl, 2 həftə öncə. Şoma keybe İran amedid. Siz haçan İrana amedid. Siz haçan İrana gəldiniz? Yek həftə qəbl, 1 həftə öncə. Müvəffəq başid. Müvəffəq olasınız. Məmnun cavab olaraq. Xuda nigəhtar. Xuda nigəhtar. Cavab olaraq Xuda nigəhtar etun. Xuda nigəhtar etun. Cavab olaraq.